Herkese bir daha salam dostlar. Bugünler sizlerle beraber aklıma çok təzə gələn bir video fikrini çəkəcəyəm. Uzun bir vaxtdır ki, uzun video atmıram. Çünki niyə? Çünki necə deyim, uzun video fikir ağlıma gəlmirdi dostlar. İndi çox qəşəng ağlıma fikir gəlibdi və atıram. Və 1K olduq dostlar. Sizə çox təşəkkür edirəm. Hər birinizə təşəkkürlərimi bildirirəm. İndi keçək. İndi danışıram. Dostlar, videomuzun elə bil ki, Türklər demişkən konusu qorxulu, yəni başıma gələn qorxulu hadisə. Bu hadisəni mən tək yaşamamışam, onu da deyim. Və bu məktəbdə olan bir hadisədir. Keçək dostlar. Başlayıram. Dostlar, bu beləncə olubdu ki, biz 5-ci gün idi. Deməli, biz 5-ci gün idi ki, idman dərsindəydik və mən idman dərsini yenicə deyim, elə də çox sevirəm ki, necə deyim, istədiyim oyunlar oynanılmır da. Yəni, sadəcə tək bir oyun oynayırıq. O da voleybol. Mən də voleybol çox sevən bir insan deyirəm, amma oynayanlara da hörmət edirəm, yəni sayğı duyuram. Neyse dostlar, mən dostlarımla bir yerdə necə deyim, paltar dəyişdirmə otağında oturmuşduq, üzrlüsən sözünə görə. Əyin dəyişdirmə otağında oturmuşduq. Yəni necə deyim, yanımızda abur-cubur falan da almışdıq da. Abur-cuburlarla dostlar yeyirdik və bir anda dedik ki, gəlin qorxulu bir şeylər danışaq bir-birimizə. İlk mən başladım. Qorxulu hekayəm belə buydu dostlar. Yuxumda neçə gündür ki dostlar birini görürdüm, amma onun üzünü görmürdüm də. Yəni necə deyim? Üzünü görmürdüm. Yəni heç oğlan qız olduğunu da heç bilmirdim. Sadəcə görürdüm ki, mənimlə söhbət edir və mənə bir ipucu vermişdir. Dostlar, indi bunu burada demək istəmirəm, amma yəni beləncə bir ipucu vermişdi mənə. Hər neysə də, indi biz bu çox qorxuyorduk və qızlar biraz ürküdülər. Nəsə biz qorxulu şeylər danışandan sonra bizim qorxulu rəngimiz olan yaşıl rəng daraq dostlar mənim ayaqqabımın içindən çıxdı. Biz dedik ki, bu nədir belə? Bunlar nəsə şey olduq da qırıq bir formada çıxmışdı dostlar. O birisi ayaqqabımda da o birisi tarvardı, amma biz bunu götürəndə o ayaqqabının heç bir şey yox idi. Danışandan sonra onu da gördük və onu da çıxartdıq. Biraz ürkmüşdük. Neyse, idman dərsi bitdi. Qızlara sırayla bir şey olmağa başladı dostlar. Necə deyim? Elə bil ki, ilk mələk oldu deyəsən. Mələk, burada da səhifəsini etiketləyirəm. Mələk oldu dostlar. Qaydanda deyəsən çox pis şəkildə yıxıldı. Hətta üzrlüsəm məndə biraz gülmək tutdu. Orada güldüm. İkinci olaraq başına Leylanın bir şey gəldi. Pilləkənlərdən çıxanda pilləkənlərdən yıxıldı dostlar. Leyla da bizimlə oradaydı. Ondan sonra biz hardasa bir dərs keçəndən sonra rəqəmsal dərsindəydik. Rəqəmsal dərsindən çıxışında son dərsimiz idi. Çıxanda isə dostlar, pilləkənlərdə dostlar, mən yıxıldım. Hətta çox gülməli bir şəkildə yıxıldım. Müəllimə özü də dedi ki, yəni nə oldu? Bu belə. Hətta Nəsrin Aydan'da bizdeydik. Nəsrin və Aydan'da dostlar evlərində yıxılıblar çox pis bir şəkildə. Və biz hələ də bilmirik ki, bu nədən oldu da. Hətta o yaşlı rəngdə dediyim üzünü görmədiyimdə də üzündə bir ışıq vardı. O ışıq da yaşıl rəng idi də dostlar. Hətta yaşıl rənglə bağlı bir dənə də bir şey gəlmişdi başımıza. İndi onu deməyim. Və biz 2-3 gün sonra, yəni 2-3 günlərdən sonra, 2-3 həftə sonra yenə idman dərsindəydik. Bu sefer ruh çağırmaq istədik dostlar. Ruh çağırmaq istəyəndə dostlar, baxın, bütün qızlar yıxıldı. Elə bir şey, mən orada qəribə bir dənə söz dedim, ortada oturmuşdum. Qəribə bir dənə söz dedim. Qızlar oldu tək-tək yıxılmağa başladı. Birinci cırtdan yıxıldı. Cırtdan deyəm, yəni Nəsrin yıxıldı. Sonra Aydan yıxıldı. Sonra Mələk yıxıldı. Ondan sonra Məryəm yıxıldı.
Leyla o gün gəlməmişdi dostlar. Yəni qızların hamısı tək-tək yıxılmağa başladı. Mən deyirəm ki, niyə yıxılırsınız? Hətta bir dəfə bütün sinifdəki qızlarla bərabər ruh çağıranda dostlar, sinif rəhbərimiz, sinif eşiyimiz ki, biz də onu ruh salmışdıq. Elə qışqırışırdıq ki, yəni belə bir şey yoxdur da. Dostlar, videomuz buraya qədərdir. Sizi çox sevirəm. Kanalıma abunə olub like atmağı unutmayın. Tez 200k idi, 2k olaq. 1k üçün hər birinizə artıq dərəcə təşəkkürlərimi bildirirəm. Çox tez 1k olduq. Hədəfimə çatdım. İndiki hədəfim isə 2k-dır. Amma mən 1k ilə də xoşbəxtəm, 2k ilə də xoşbəxt olaram. Sizinlə birlikdə xoşbəxtəm yəni. Sizi çox sevirəm. Bye bye.